Əgər mənə illər əvvəl desəydilər ki, bir telefon və internetlə həyatını dəyişəcəksən, yəqin ki, gülərdim və inanmazdım. Ancaq bir telefon və bir internetlə insanın həyatını necə dəyişdiyini, necə inkişaf edə biləcəyini və həyatını istədiyi kimi yaşayacağını illər əvvəl öyrənmişəm. Salam, mən Sona Çərkəzli. Kanalıma xoş gəlmisən. Bu kanalda sənin ən yaxşı versiyana çatmağın üçün çoxlu videolar var. Əgər sən də özünü inkişaf etdirmək istəyirsənsə, kanalıma abunə olmağı unutma. Bu gün sənə sosial medianın mənim həyatımı necə dəyişdiyini və sosial media sayəsində bu gün istədiyim həyatımı yaşadığımı və daha yaxşı həyat üçün çabaladığımı, necə çabaladığımı, nələri əldə etdiyimi və sosial media sayəsində həyatımın yaxşı yönə necə inkişaf etdirdiyim haqqında danışmaq istəyirəm. Əlbəttə ki, tam səmimi şəkildə hər şeyi burada danışacağam. Mən sosial media ilə 2018-ci ildə tanış olmuşam. Əlbəttə ki, 2018-dən əvvəl sosial medianın var olduğunu, əlavə olaraq Instagramdır, Facebookdur, bu kimi sosial şəbəkələrin olduğunu bilirdim və istifadə eləyirdim. Sadəcə istifadəçi idim, ancaq şəkil paylaşmaq üçün, dostlarımı izləmək üçün istifadə eləyirdim. Amma universitetə başlayanda 2017-ci ildə mənim təlimçiliyə marağım yarandı və mən qərar verdim ki, artıq mən təlimçi olaraq inkişaf etmək istəyirəm, özümü təlimçi olaraq görmək istəyirəm və insanlara təlimlər keçmək istəyirəm, kurslar keçmək istəyirəm. Buna görə də özümə bir səhifə açdım Instagramda, əlavə bir səhifə olaraq və bu səhifə hər kəsə açıq bir səhifə idi və burada mən özüm şəxsi inkişaf təlimləri haqqında məlumatlar paylaşırdım, özümü inkişaf etdirdikcə maraqlı təlimlər keçirdim, kurslar keçirdim və yavaş-yavaş burada özümü tanıdıb gəlir də əldə etmək istəyirdim. Bir müddətdən sonra artıq 2018-ci ilə gələndə başa düşdüm ki, mən sosial mediamı daha yaxşı idarə etməliyəm ki, sosial mediada daha çox insanın qarşısına çıxa bilim və insanlar məni tanısınlar, görsünlər, mənim təlimlərimdə iştirak eləsinlər və bundan sonra da ödənişli olan təlimlərimə, kurslarıma qoşulmaq istəsinlər. Əlbəttə bunun üçün nə etmək lazım idi? Sosial media kursuna qoşulmaq lazım idi. İlk olaraq bilirsiniz ki, 2018-ci ildə hələ tələbə idim, hələ birinci kurs idim, ikinci kursa yeni başlamışdım və bu zaman sosial media kursları ilə maraqlananda görürdüm ki, dəhşət çox bahadır kurslar və əlbəttə ki, bir stipendiya ilə mən bu kursları ala bilməzdim. Buna görə də başladım özüm YouTube-dan, digər yerlərdən araşdırmağa, ödənişsiz məlumatlar əldə etməyə. Təbii ki, nə qədər araşdırma olsa da, bir mütəxəssis qədər, bir ekspert qədər bizə çox daha yaxşı məlumat məncə bizim illərimizi qurtaracaq bir şeydir, bir ekspertin olmağı. Tutaq ki, mən özüm araşdırıb 1 il öyrənirdimsə, bir ekspertlə, bir mütəxəssislə işləsəydim, bəlkə də onu 1 ay müddətində öyrənə bilərdim. Amma dediyim kimi, kurslar çox baha gəlirdi mənə. Buna görə də birinci özüm araşdırmağa başlamışdım. 2018-ci ildə kiçik büdcəli bir kursa qoşuldum. Əlbəttə ki, bu kursdan nələrsə əldə elədim, səhifəmi yavaş-yavaş böyütməyə başladım və sosial media biliklərim də artmağa başladı. Bundan sonra mən hüquq şirkətində işləməyə başladım. Hüquq şirkətində işləyəndə hüquqşünas köməkçisi olsam da, onların sosial medialarını da idarə etməyə başladım. Çünki sosial media biliklərim var idi, artıq təlim almışdım və həm öz səhifəmi inkişaf etdirə bilirdim deyə onların da səhifəsini başlamışdım inkişaf etdirməyə. Bir müddətdən sonra hüquq şirkətinin rəhbəri başqa bir şirkət açdı və bunun üçün sosial media ilə məşğul olan bir şirkətin əməkdaşlıq elədi. Həmin bu şirkətlə əməkdaşlıq eləyəndə, həmin bu şirkətdə bizim ofisimizlə bərabər bir yerdə ofis tutduq və onlar da bizim ofisimizlə bərabər olmağa başladı. Əlbəttə ki, onlar sosial media mütəxəssisləri, müxtəlif böyük şirkətləri idarə eləyirlər, sosial media marketinq işlərini görürlər və məndə əlbəttə sosial mediaya daha da maraq yarandı. Əlbəttə burada mənim şansım o idi ki, ödənişsiz şəkildə onlardan bir çox şey öyrənməyə başlamışdım. Çünki yanımda çoxlu mütəxəssis var idi, əməkdaşlar var idi və mən də onların paylaşdıqca, reklamlarda necə etdiyini gördükcə, ümumiyyətlə sosial medianı daha da dərindən öyrənməyə başladım. Həmçinin də özüm də maaş qazanırdım. Buna görə də bir qədər artıq özümü inkişaf etdirəndən sonra getdim, daha yaxşı bir sosial media kursu almağa başladım və daha çox biliklərimi artırdım. Bu bilikləri artırdıqca artıq mən gördüm ki, çox sərbəst şəkildə başqa insanların da səhvlərini idarə edə bilərəm. Bundan sonra başladım. Mən artıq təlim sferasında şəxsi inkişafla yanaşı, yəni şəxsi inkişafı deyirdim, amma yavaş-yavaş da sosial media haqqında danışmağa başlayırdım və insanların marağının artdığını görürdüm. Və başladım, təbii ki, çoxlu insanlar mənə yazdı ki, sizi səhifənizi bəyənirik, çox yaxşıdır və gəlin bizim səhifələrimizi də idarə edin. Freelance olaraq, evdən oturaraq, sadəcə həftədə 1-2 dəfə çıxaraq onların məhsullarını, xidmətlərini, çəkilişlərini eləyərək evdən oturaraq 3-4 dənə səhifə götürdüm idarə etməyə. Və əlbəttə ki, həm maaşlı işim, həmçinin də əlavə olaraq 3-4 dənə də idarə etdiyim freelance olaraq səhifələr, həmçinin özümün yavaş-yavaş tələbələri olmağa başlayırdım. Məndən öyrənmək istəyənlər var idi və belə-belə
Beləliklə gördüm ki, sosial media mənə həqiqətən də çoxlu qapılar açmağa başlayır. Bir müddətdən sonra 2022-ci ilə qədər mən həm 9-6 sistemində işimdə işlədim, yəni 22 yaşıma qədər, həmçinin də səhifələr idarə edirdim və bu müddətdə həmçinin də çoxlu kurslar, təlimlər, konsultasiyalar verirdim. Bir yerdən sonra gördüm ki, artıq mən tam olaraq təlim sferasında olmaq istəyirəm. Buna görə də tam 9-6 işimdən çıxdım, həmçinin də səhifə idarə etmələrini dayandırıb ancaq bu sahəni insanlara öyrətməyə başladım. Düzdür, artıq 5 ildən çoxdur ki, bu sahəni insanlara ötürürəm, öyrətməyə çalışıram, amma son 3 ildir ki, tamamilə digər səhifə idarə etmələridir, başqa işləri kənara qoyub ancaq bu sahəni insanlara təlimlə, marafonlarla, kurslarla ötürməyə çalışıram. Yəni mənim sosial media ilə tanışlığım belə olmuşdu. Birinci məqsədim sosial media mütəxəssisi olmaq deyildi. Ancaq sosial medianı öyrənəndən sonra mənə açdığı fürsətləri, qapıları görəndən sonra dedim ki, hə, mən bu sahədə olmalıyam. Təbii ki, təkcə qapılarla, fürsətlərlə deyildi bu. Ancaq mənə qapı açıldı, ancaq mənə fürsət gəldi, mən bu sahədə olum. Belə deməklə irəli getmək olmur. Mən gördüm ki, sosial medianı həqiqətən də çox sevməyə başladım. Bu işdə özümü tapdım, həvəsim var. Hər gün kontent eləmək istəyirəm, hər gün nələrsə paylaşmaq istəyirəm. İnsanlara ödənişsiz, ödənişli fərqi yoxdur. Çoxlu məlumatlar vermək istəyirəm. Hə, dedim ki, artıq mən bu işdə tamamilə olmalıyam. Bəs sosial media mənim həyatımda nələri dəyişdi? İlk olaraq maddi azadlıq. Əlbəttə ki, mən sosial media sayəsində daha çox qazanmağa başladım. Sosial media sayəsində daha çox qazanmağa başladıqca, əlbəttə ki, mənim də həyatımda yeniliklər olmağa başladı. Əvvəllər gözlədiyim, aylarla pul yığdığım, almaq üçün olan şeyləri artıq çox rahatlıqla almağa başladım və bunu tam öz qazancım sayəsində eləyirdim və artıq mən özümün qazancı ilə sırf öz istədiklərimi bahalı da olsa, istədiyim hər şeyi ala bildiyimi gördükcə, yəni mənim üçün bahalı insanlar üçün fərqlidir. Yəni mənim üçün bahalı görsən, amma ala bildiyimi gördükcə, məsələn, mənim üçün ildə neçə dəfə səyahətə gedərdilər deyə düşünürəm. Yəni bir insan ildə 1 dəfə, 2 dəfə, 3 dəfə səyahətə gedər və mən hər ay səyahət etməyə başladım. Əlbəttə ki, bunu öz qazancım sayəsində eləyirdim. Yəni maddi azadlıq qazandım və bu gün çox şükür ki, istədiyim hər şeyi ala bilirəm. İstədiyim yerlərə gedə bilirəm, əylənirəm. Demək olar ki, məni Instagramdan izləyirsinizsə, Instagramı bura qeyd eləyirəm. Hər ay görəcəksiniz ki, müxtəlif şəhərlərdəyəm, konfranslara dəvət alıram. Əvvəllər konfransa hər hansı bir məqalə göndərəndə, əlbəttə ki, onlar qəbul eləyəndə deyirdilər ki, bütün xərcləri falan qarşılayın, gəlin və mən ildə sadəcə bir konfransa gedə bilərdimsə, çünki məlum məsələ hər hansı bir ölkə dəyişmək, bilet almaq, orada yerləşmək, orada minimum bir həftə qalanda gəzmək filan bilirsiniz ki, ortalama bir maaşla çalışan insan üçün bu əlbəttə ki, bir qədər çətin ola bilər. Və mən bunu ildə bir dəfə, maksimum 2 dəfə eləyə bilirdimsə, indi hər ay mütləq bir konfransa məqalə göndərəndə və orada mənə dəvətlər gələndə hər ay istədiyim yerə gedə bilirəm və bu sosial media sayəsində olur. Əlbəttə ki, mənə birinci maddi azadlıq qazandırdı və həyatımı daha doya-doya yaşamağa başladım. Təbii ki, bu o demək deyil ki, bura qədər. Xeyr, mən düşünürəm ki, daha çox çalışıb, daha çox öyrənib, daha çox qazanaraq daha yüksəkdəki xəyallarım var ki, onlara da çatmaq istəyirəm. Yəni birinci mənə maddi azadlıq qazandırdı. İkinci olaraq zaman azadlığı qazandım. Artıq mən 9-6 sistemində işləməyə ehtiyacım yox idi. Dediyim kimi, son 3 ildir ki, heç bir 9-6 sistemində işləmirəm. Harasa getmək istəyəndə icazəni gözləmirəm və yaxud da ki, bayram günlərini, istirahət günlərini gözləmirəm. İstədiyim an, məsəl üçün hansısa bir ölkəyə getmək istəyirəmsə, biletimi alıram, gedirəm. Əlbəttə ki, işlərimi də ona uyğun ayarlayıram. Yəni mən zaman azadlığı qazana bildim. Əlavə olaraq da heç kimdən asılı olmadığım üçün, məsələn, kimlə işləmək istəyirəmsə, ondan işləməyə başladım. Elə olur ki, bəzən işdə səni müştərilər sıxa bilir. Düzdür, yəni insan hər insanla işləməyi bacarmalıdır, amma bəzən elə olur ki, bəzi insanlar var ki, sən onunla işləməyə bilərsən, həmin o insanlar sənin sərhədlərini poza bilərlər və sənin xoşuna gəlməyə bilər. Durduq yerdə xoşa gəlməməzlikdən söhbət getmir əlbəttə burada. Yəni sənin sərhədlərini poza bilərlər, sənə pis davrana bilərlər və belə insanlarla işləmək istəməyə bilərsən və belə insanlarla mən artıq işləməyi də dayandıra bilirəm. Yəni mənə sosial media həmçinin də zaman azadlığı qazandırdı və mən həyatımı daha dolu-dolu yaşamağa başladım. Ailəmə, dostlarıma, öz həyatıma, özümün həyatımdakı olan fəaliyyətlərə daha çox zaman ayıra bildim. Üçüncü olaraq sosial media mənə coğrafi azadlıq verdi. Yəni mənim işim bu dəqiqə elədir ki, sosial media sayəsində istənilən yerdən çalışa bilərəm. Məsələn, konfranslara dəvət alanda minimum 1 həftəlik getməli oluram həmin o konfransa və 1 həftə mənim əlbəttə ki, hər axşam təlimlərim var, tələbələrim var, konsultasiyalarım var. Bunların hər biri əyani deyil. Bir çoxu, yəni 70-80% onlayn şəkildədir və mən sadəcə kompüterimi, telefonumu götürürəm üzərimdə. Həmin getdiyim yerdə zaten internet olur. Olmadı maksimum internet alacağam və başlayıram axşamlar. Məsələn, gün boyu işimi görürəmsə, məsələn, günorta bir konsultasiyam varsa, otururam sakit bir yerdə konsultasiyamı keçirəm, axşam təlimimi keçirəm və beləliklə rahat-rahat mən coğrafi azadlıq əldə eləmiş oluram. Hansısa bir yerə getmək istəyəndə düşünmürəm ki, ay mənim işim qaldı, bu gün işim var, filan yerə gedə bilmirəm. Yəni artıq bu mənə belə bir rahatlıq gətirməyə başladı.
Dördüncü olaraq şəxsi brendinq qazandım. Yəni sosial media sayəsində daha çox insanlar məni tanımağa başladı və şəxsi brendinqini formalaşdıran insan əlbəttə ki, daha çox karyera imkanları əldə eləyir, daha çox fürsətlər onu tapır. Sosial media sayəsində şəxsi brendinqimi qurduğum üçün əlbəttə daha çox fürsətlər məni tapmağa başladı. Daha çox karyera imkanları oldu, daha çox iş fürsətləri gəldi. İnsanlar iş təklif etməyə başladılar, konfranslara dəvət elədilər, networking əlaqələrim gücləndi və şəxsi brendinqim sayəsində həmçinin də daha çox tanınmaqla yanaşı daha çox da qazanmağa başladım. Beşinci olaraq bütün bu danışdıqlarımı bir yerə toplasaq mən azadlıq qazandım. Yəni işim sayəsində, sosial media sayəsində mən özümü daha azad hiss edirəm. Yəni zaman azadlığı olsun, maddi azadlıq olsun, coğrafi azadlıq olsun, şəxsi brendimi tanıdıb öz işimi qurmaq azadlığı olsun. Yəni sosial media mənə azadlıq da qazandırmağa başladı. Onu qeyd eləyim ki, hazırda dövr sosial media dövrüdür. Mən başlayanda hələ insanlar sosial medianı çox da bilmirdilər, tanımırdılar, ondan necə istifadə edəcəklərini bilmirdilər. Amma pandemiyanın gəlməsi ilə insanlar başa düşdülər ki, onların biznesləri, markaları, elə insanların özü, şəxsi brendlərini tanıtmaq üçün sosial mediada var olmalıdır. Və son dövrlər sosial medianın ən çox aktual olduğu, ən çox lazımlı olduğu sahə və araşdırmalar onu göstərir ki, sosial media indi önəm daşıdığı kimi gələcəkdə də çox önəm daşıyacaq və sosial media mütəxəssislərinə çox ehtiyac olacaq. Buna görə də bu sahə öyrənilə bilən bir sahə olduğu üçün mənim sizə tövsiyəm, siz də öz işinizi qurmaq, tanınmaq, hər hansı bir biznesiniz varsa onu tanıtmaq və yaxud da ki, öz şəxsi brendinizi tanıtmaq, öz xidmətlərinizi daha çox insana çatdırmaq, istədiyiniz yerdən işləmək və yaxud da hər hansı bir işiniz varsa, onunla bərabər ikinci iş kimi sosial media mütəxəssisi olaraq işləmək və yaxud da ki, həm təlimlər keçmək, həm də insanların səhvlərini idarə edərək qazanc əldə etmək. Yəni bütün bu saydıqlarımdan hansını əldə etmək istəyirsinizsə və yaxud da ki, elə hamısını bir yerdə etmək istəyirsinizsə, sosial medianı dərindən öyrənə bilərsiniz. Desəz ki, bəs yaxşı, mən sosial medianı necə dərindən öyrənə bilərəm? Əlbəttə ki, istəyənlər olarsa gəlib mənlə bir yerdə sosial medianı dərindən öyrənə bilər. Mənim SMM Pro adında bir proqramım var. Bu proqram sayəsində siz SMM-i sıfırdan öyrənirsiniz. Yəni sosial media haqqında heç bir biliyiniz yoxdursa belə, bu proqram sayəsində gəlib sıfırdan öyrənirsiniz və yaxud da bilikləriniz varsa, özünüzü daha da təkmilləşdirə bilirsiniz. Əlavə olaraq da əlbəttə özüm nə bilirəmsə, hər birini sizə ötürmək üçün üzərində çoxlu hədiyyələr də verirəm, video kurslar, materiallar, PDF-lər. Bunların hər birini sizə hədiyyə eləyirəm ki, daha çox bilik əldə eləyəsiniz və daha çox inkişaf eləyəsiniz. Əlbəttə kurs müddətində olduğu kimi kursdan sonra belə hər zaman məndən əlaqə qalır. Yəni kurs bitdi, əlaqə bitdi söhbəti yoxdur. Siz istənilən zaman nəsə sualınız olanda, dəstəyə ehtiyacınız olanda hər zaman məndən yazıb soruşa bilərsiniz və hər zaman sizə dəstək oluram. 3 il əvvəl kursumu bitirən tələbələrim belə bu gün yazanda, sualı olanda, dəstəyə ehtiyacı olanda hər zaman mən onların suallarını cavablayıram və hər zaman onlara dəstək oluram. Və bütün göndərdiyim materiallar da sizdə ömürlü şəkildə qalır. İstənilən zaman təkrar-təkrar izləyə bilərsiniz, özünüzü inkişaf etdirə bilərsiniz. Dediyim kimi hər zaman da yanınızda olduğum üçün məndən də sual soruşa bilərsiniz, dəstək ala bilərsiniz. Əgər sən də sosial media ilə həyatını dəyişmək istəyirsənsə, yeni bir yola başlamaq istəyirsənsə və yaxud da bu yolu gedirsən, amma daha da özünü təkmilləşdirmək istəyirsənsə, burada qeyd elədiyim mənim Instagram səhifəmə yaza bilərsiniz. Ümid eləyirəm ki, bu video sənin üçün faydalı oldu. Əgər bu tipli videoları daha çox izləmək istəyirsənsə, kanalıma abunə olub, videonu bəyənib rəy yazmağı unutma.